Üzün çox qəşəngdir əslində. Arıqlasan lap qəşəng olarsan. Nəcəb diyet saxlamırsan? Diyet saxlasan arıqlayarsan, çörək kəs arıqlayarsan. Ya da tam tərsi, nə günə düşmüsən, itə oxşuyursan, biraz yemək yedəm. Çox xahiş edirəm, belə cümlələri kiməsə deməzdən əvvəl ən azı 2 dəfə fikirləşin. Ümumiyyətlə bir baxın görün sizin fikrinizi soruşan oldu bu barədə. Çünki bu sizin üçün hər nə qədər yaxşı niyyətini ifadə eləmək olsa da qarşıdakının qəlbini qıra bilər. Niyəsə bəzi insanlar hər şeyə yerli yersiz müdaxilə eləməyi sevir və istəyir ki, hamı bir-biri ilə eyni olsun. Kök adam görəndə arıqlatmaq, arıq adam görəndə də kökəltmək istəyirlər. Özü də elə bilirlər ki, ən yaxşı üsulları özləri bilir. Nə yalan deyim, illər əvvəl belə sözlər eşidəndə mənə çox pis təsir edirdi. Amma indi başa düşürəm ki, kimsə mənim nəyimdəsə nöqsan axtarır və ya onu dəyişdirməyə çalışırsa, deməli həmin adamın elə o məsələ ilə bağlı yaralı bir yeri var. Əmin olun ki, sizin arıq və ya kök olmağınız və ya hansısa fərqli bir xüsusiyyətiniz onun vecinə də deyil. Bəlkə həmin adam kök olanda özünü sevmirmiş deyə, indi sizin kök olub özünüzü sevməyiniz ona çox pis təsir edir. Yəni deməyim odur ki, kimsə sizdən nəyisə problem görürsə, deməli o problemdən özündə də var. Ona görə də artıq belə sözlər eşidəndə mənə çox da təsir eləmir, çünki bilirəm ki, burada məsələ mən deyiləm. Hər nə qədər söhbət məndən getsə də. Təbii ki, istisna hallar da ola bilər. Bəlkə də qarşınızdakı insan sadəcə dırnaqarası açıq sözlüdür ya da bununla bağlı təcrübələri var və sizə kömək olmaq istəyir. Bunların fərqini isə hiss eləməmək mümkün deyil.